Səlcuqlardan qabaq Qafqazda türklər olubmu? Bəli, olub və xüsusilə də Roma mənbəsi ilə erməni tarixçiləri bizə kifayət qədər bu mövzuda yardım eləyir. Belə ki, Romalıların dediyinə görə 2-ci əsrdən, 1-ci əsrdən etibarən Quzey Qafqazda Hunlar yaşayıb. Hansı ki, o Hunlar böyük ehtimalın Asiyadan köç edən Hunlardır. Bilirsiniz ki, böyük Avrasiya çöllərində gedib gəldilər 5 dəqiqədən bir və Quzey Qafqaza yerləşən Hunlar da həminki Asiya Hunlarının bir qolu olduğu düşünülür və daha sonraki dövrlərdə onlar Attilanın Hunları ilə birləşərək Roma imperiyasını çökdürəcəklər. Erməni tarixçiləri isə birbaşa deyir ki, Dağıstanda və müasir Azərbaycan Respublikasının quzeyində Xəzər sahillərində bir Hun ölkəsi olub. Bəs bu Hun ölkəsinin adını niyə çəkirlər? Çünki Hunlardan yardım alırdılar. Ermənilərlə Sasanilər arasında bir müharibə var idi. Xüsusilə də bu müharibə xristianlıq və zərdüştlük arasındakı bir çəkişmə idi. Buna görə də Hunlardan yardım alırdılar. Hər dəfə mənbələrində bildirirdilər ki, hə, Hun ölkəsinə getdik, Hun ölkəsindən gəldik. Hun ölkəsi də bugün Azərbaycanın quzeyinə düşür və Dağıstana düşür. Biz bundan bilirik ki, Hunlar Qafqazda olublar. Amma Hunlardan da əlavə olaraq Sabir türkləri var, Bolqar türkləri var, Kutriqurlar var, Utriqurlar var. Sarağurlar var ki, onlar Qafqaza yerləşmişdilər ki, daha sonra isə Xəzər türkləri böyük bir imperiya qurur o regionda onsuz da. Hətta bugünkü Tarki şəhəri var. O Tarki şəhərinin yerində Səməndər şəhəri olub ki, o Səməndər şəhəri də Kutriqur Hunlarının hökmdarının adından gəlib, Zaberqandan. Daha sonraki dövrdə bilirsiniz ki, ərəblər bu regionu işğal etdilər və ərəblərin də ordusunda muzlu əsgər olaraq döyüşən türk bəyləri də Azərbaycana və demək olar ki, bütün xilafətin dörd bir yana yayılmışdılar ki, o dövrdə də türklər müəyyən qədər Azərbaycana gələ bilərlər. Yəni ümumiyyətlə Qafqazda Səlcuqlardan qabaq türk tayfaları çox yaşayıb. Amma Səlcuqlarla bərabər bir legitimlik var olub, türk legitimliyi başlayır. Yəni türklər artıq İslam dünyasına hakim olurlar və beləliklə yerləşdikləri regionları tamamilə öz əllərinə keçirirlər ki, Azərbaycanı da tam-tamını ələ keçirən əslən Səlcuqlardır. Amma ondan qabaq da orada Hunlar yaşayıb, hətta bir çox toponimin adı da oradan gəlir. Məsəl üçün Şeyx Şamilin məşhur o Qunip şəhəri Qunipi Qun sözündən gəldiyi düşünülür. Abbasqulu Ağa Bakıxanovun Gülüstan İrəm əsərində də bu yazılır ki, Qun sözündən gəlir. Yəni əslində ora Hun kəndidir. Hətta o regionun əhalisini də bir Asiyalı kimi təqdim edir. Yəni belə qısa boy, çirkin sifət və digər şey bilirsiniz də insanlar bir-birlərini, yəni fərqli tipdə, fenotipdə olan insanlar biraz çirkin görürlər. Ola bilsin ki, bunlar da Asiya Hunlarının qalıqları idi. Hətta ermənilər həminki o Hun ölkəsinin hökmdarı olan Alp İlteberi, yəni bir türk hökmdarını xristianlaşdırmağa çalışıblar, amma bacarmayıblar. Biz bundan bilirik ki, Səlcuqlar gələnə qədər, yəni 11-ci əsrə qədər Qafqaz regionunda türk xalqları olub.